لله رب العالمين نحمده ونستعينه ونستغفره ونتوكل عليه ونصلي ونسلم على حبيبه ونجيبه وخيرته في خلقه حافظ سره مبلغ رسالاته بشير رحمته نذير نقمته سيدنا ونبينا أبي القاسم المصطفى محمد وعلى آله الطيبين الأطهرين المنتجبين الهداة المهديين المعصومين سيما بقية الله في الأراضين أوصيكم ونفسي بتقوى الله يا عباد الله. السلام عليكم جميعا ورحمة الله وبركاته. Özümü ve siz əziz, dəyərli müminləri, inançlı bacı qardaşlarımı, əzizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah təbarək və təala dualarımızı qəbul eləsin, cümələrimizi mübarək qərar versin inşallah. Və Allah təala bu cümədə hər kəsin ümumi və xüsusi dualarını ali dərəcədə qəbul eləsin. İmam Zaman əleyhissalamın zuhuru təəccil olsun, dünyadan köçənlərimizin ruhu şad, Muhammed al-Muhammed salavat. Allah təbarək və təala Rə'd surəsinin 28-ci ayəsində buyurur: Əla bi zikrillah tətməinnul qulub. Əla, yəni agah olun, yəni huşdarlıq verir, deyir, agah olun. Allahın zikrinlə qəlblər aram olar. Agah olun ki, Allaha zikr eləməkdən, yad eləməkdən qəlblər aram olar. Zikr nədir? Nəyə deyilir zikr? Bir zikrin zahiri var, bir zikrin batini var. Zahiri zikr budur ki, təsbih götürürsən, o zikirlər ki, hədislərdə qeyd olunub, Elhamdülillah, Subhanallah, La ilahe illallah, bunlar zikirdir. Bir də var zikri qəlbi, qəlb zikri. Dil zikri həqiqətdə bir nərdivana bənzəyir ki, sən onun vasitəsilə qalxırsan, yuxarı qəlb zikrinə çatırsan. Bəzi vaxt mümkündür insanın dilində zikr ola, qəlbində zikr olmaya. Zikr nə deməkdir? Zikr yəni yada salmaq. Allah Teala bu ayədə nə buyurur? Deyir ki, bilin və agah olun. Allaha zikr eləməkdən qəlblər aram olar. Mənim yaşayışda problemlərim var. Sıxıntılarım var. Dünya problemlərim var. Borclarım çoxdur. Dünya məni sıxır. Həyat mənə təng olub, xəstəyəm. Yaxşı, pərişanam. Götürəm təsbihi, La ilahe illallah, La ilahe illallah, qəlbim bəs aram olmadı. Allah Quran-ı Kərimdə nə buyurur? Əziz Allahımız buyurur, Əla bi zikrillah. Bilin və agah olun, Allah'a zikr eləməklə tətməinnul qulub, qəlblər aram olar. Bəs bu o zikirdir ki, dillə əməl bir ola. O zaman qəlb aramdır. Bu bir açardır. Əvvəldə də ərz elədim. Dil zikri lazımdır. Amma o əməllə birlikdə olsa faydası yoxdur. Elə bu cür oxunur. Fayda o zamandır ki, insanın qəlbi bu zikrə əməl edir. Zikr nə? Zikr yəni yad eləmək. Allahı yad eləyəsən. Məsələn deyirsən, Elhamdülillah.
Həmd olsun Allaha. Allahı yad eləyirsən. Namaz Allahı yad eləyir. Dua Allahı yad eləyirsən. Zikir Allahı yad eləyirsən. Amma bunların içərisində bir dənə də yad var. O ruhdur, qəlbdir. Günahdan üzləşdiyin zaman Allahı yad elə görür. Bax, bu effekt buradadır. Əsas budur. Yoxsa 100 dənə məsələn təsbihlə zikr eləyirsən, günahın qarşısında üz-üzə gələndə yoxdur, tormuz yoxdur. Bəs bu zikrin effekti yoxdur. Zikir o zaman effektidir ki, o zaman zikir dəyəri çox yuxarıdır ki, sən əməllə birlikdə olur. Görürsən, bəzi insan var, Allahı günahda zikr eləyir. Bu yanlış bir şeydir. Bu zikrin zərrə qədər faydası yoxdur. Məsələn, görürsən, bizim cəmiyyətimizdə bu cür dualar çoxdur. Məsələn, şərab içir. Şərab içə-içə Allaha da yad eləyir. Bizdə loru dildən desək, sağlıq deyir. Sağlıqda Allahı yad eləyir. Qoy Allah bizi utandırmasın. Məsələn də yad eləyir. İlahi pərverdigara ən pis günümüz məsələn belə olsun. Dua eləyir. Allahı yad eləyir. Harda yad eləyir? Şərab içə, üsyanda yad eləyir. O zikir Allah ki Quranda buyurur deyir, bilin və agah olun, Allahın zikrindən qəlblər aram olar. O bu zikir deyil. O budur. Qətiən bu əql də, məntiq də deyir ki, o bu deyil. Bu hansı zikirdir? O zikir ki, əməllə birlikdə olar. Yoxsa məsələn insan dura günah altında zikr eləyə və yaxud günaha baxır, naməhrəmə baxır, dörd gözdən baxır, naməhrəm atdana sonra deyir, əstəğfirullah. Onu baxmazdan öncə desin, əstəğfirullah. Quranda Allah nə deyir? Gözlərin qapağını gətir aşağı. Gözlərin qapağını gətir aşağı. Gözlərin qapağı gedib yuxarı yapışıb qaşqalara ta gedənə qədər seyr eləyir, sonra baxır ki, da getdi, qutardı, sonra əstəğfirullah, Rəbbi və ətubu iləy, Allahı zikr eləyir. Nə mənası var? O zikr deyil ki, o Allah Quran-ı Kərimdə buyurur ki, qəlblər zikirdən aram olar. O nə qəlb? O günahın altında deyilən o zikirdən qəlb aram olar? Yox. Yəni biz bəzi vaxt özümüzü alladırıq. Bəs bu o zikirdir ki, əməllə birlikdə olan. Qəlb zikrinə çatmaq üçün dil zikri mühümdür. İnsan qəlb zikrinə yetişir, dil zikrindən. İndi məsələn deyərsən, bu zikrin effekti zad yoxdur. Məsələn, əməl yox. Elə o zikir lazımdır. Amma o zikirlə birlikdə əməl. Ki, zikir nədir? Yad eləyirsən. Allahım, səni aşkarda və xəlvətdə yad eləyirəm. Əsl zikir budur. Zikr yəni yada salmaq. Həzrəti Yusif Allahı harda zikr elədi əməldə? O yerdə Allahı zikr elədi ki, bütün şərait hazırdır. Şahın xanımı, qüvvə qüdrət əlində, Həzrəti Yusifin camalına heyran olub, təklif bundan, Həzrəti Yusif müxatəbdir, Həzrəti Yusif qaçır, bu zorla təklifini istəyir Həzrəti Yusifə əməli surətdə əncam edir. Həzrəti Yusif oradaydı ki, Allahı zikr elədi, Allahı yada saldı. Çox çətin məsələdir. İnsan, bilirsən, nəfs nədir? O nəfs ki, insanı uçuruma aparır, o dəhşət bir şeydir. O bir canavardır, insanın daxilindədir. Əleyhisselamın hədisi var, deyir, o oyansa, əgər zikr olmasa, Allahı yad eləmək olmasa, o oyandı, tamam. O bizdə bir söz var, deyirlər ki, qızışdı, gözlərinə qan gəldi. Da bilmir sağında kim var, solunda kim var, harda durub, harda danışır. Şəxsiyyətini əldən verdi. Nəfsi buna qələbə çaldı, əsəb
Başqa hədislərdə də var, deyir, çox əsəb şeytanın vəsvəsəsidir. Bəzi vaxt əsəb məntiqi aradan aparır. Birdən-birə normal birisidir. Coşdu, əsəbləşdi, ağzının danışığını itirdi. Baxırsan, deyirsən, sən niyə belə oldun? Sən bu cür adam deyil idin. Nə baş verdi? Sonra birdən-birə, məsələn, bir neçə saat keçir, gəlib üzr istəyir, bağışla, mən çox əsəbli idim. Əsəb olanda insan kontrolunu itirir, danışığını itirir, məntiqini itirir, harada olduğunu itirir. Əsəb gərək kontrol ola. İnsan əgər zikirdə Allahı xatırlamaqda, yəni boşluq eləsə, o zaman günah onu öz ağuşuna alar. Çox çətindir insan şərait hazır ola. İnsan o hazır şəraitdə Allahı zikr eləyə və qaça. Çox çətin məsələdir. Yoxsa məsələn, şərait hazır olmaya. Sən də bilirsən ki, əlin o ətə çatmaz. Deyirsən, əstəğfirullah Rəbbi və ətubu iləyh. Bu yalandır. O zaman ki, bir Allahdır, bir sənsən, birin də odur. Ya əlində bir əmanət var, bir Allahdır, bir sənsən, bir əmanət. Sən onu xəyanət eləyə bilərsən. Heç kəs də bilə bilməz. Amma Allah bilir. Orada Allahı yad eləyəsən. O çətin məsələdir. O ki, məsələn, şəhvət insana qüvvə eləyir, o zaman çox çətindir insan özünü qoruya və Allahı doğrudan yad eləyə. Bir arif var idi, uzun müddət idi, ibadətdən məşğul idi. O kəndin cəmaatı dedilər ki, bunu bir test eləyək. Görək bu arifin danışdığından əməli birdirmi? Getdilər, çox üzr istəyirəm ifadəmə görə, bir dənə göyçək, simalı bir üzlənirək xanıma pul verdilər. Dedilər, ged onu vəsvəsə elə. Arif zöhddə idi, ibadətdə idi, gördü qapı döyüldü, qapıyı açdı, açan həmən xanım bir libas geyinmişdi, ancaq üstündən bir libas geyinmişdi. Üzr istəyirəm ifadəmə görə, libası əynindən atdı, libassız qaldı. Bir an Arif gözlərinə şapalaqdan vurdu, qapıyı örtdü. Qapıyı örtdü, bitmədi ki, şeytan gəldi artıq vəsvəsəyə. Bu qadın ilan təki başladı, qapının arxasından danışdı. Bunu ofsunladı. Hey Arif başını divara vurur, əstəğfirullah, səhniyi görüb, axı gözünün qabağındadır. Dedi da bu din var, ibadət var, halaliyyət var, bunu Allahdır. Bunu tora salanda cəmiyyət orada başladılar gülməyə. Bu baxdı ki, ağır getdi. Bunları çıxartdı eşiyə, evə od vurdu, özü də evin içində yandı, kül oldu. Hey deyir, atəş vururdu, qışqırırdı, deyirdi ki, Allah məni bağışla. Bu əzab özündə öldürdü da, yandırdı, xəcalə. Bəzi vaxt insan bu cürdür, bu abırlı insan. Birdən-birə ki, bunu abırı yerə töküləndə onun yaşamasının anlamı qalmır. Çünki o bir zahid kimi, bir inanclı, abid kimi cəmiyyətdə tanınmışdı. Amma birdən-birə gəldi, məsələn, şəhvət gözlərinin ikisində kör elədi, özünü vurdu, yandırdı. İbn-i Mülcəm, çox uzağa getməyin, İbn-i Mülcəmi qadın Allahdır da. İbn-i Mülcəm gecə ibadətindən alnı yerlərdə qabar olmuşdu. Bir də qadın bunu Allahdır. Düzdür, biraz öz düşüncəsi də vardı. Qadın da od verdi. Nəhayətdə gəldi, nədir? Əmir-əl-Möminini Küfə məscidində vurdu zərbədən. Qadın xətərlidir. Qadına bu tərəfdən tapşırılır, deyirsən, ehtiyatlı ol. Kişiyə də bu tərəfdən tapşırılır, deyirsən də gərək çox ehtiyatlı olasan. Bütün saraylarda şahların belə dizini yerə çökdürür. Çox maraqlıdır. Allah Təbarək və Teala insanı bir cür yaradır. Qadında şəhvət hissi kişidən müqayisədə 10 qat çoxdur. Amma qadının həya pərdəsi kişiyə nisbət 10 qat çoxdur.
Allah bu cür normallaşdırıb da. Qadında həya çoxdur. İndi o bəzi vaxt daha həyasını ayağı altına qoyub da ondan işimiz yoxdur. Amma həya çoxdur qadında. Amma kişidə yox. Kişidə həya azdır qadından müqayisədə. Amma belə də bu cür da cəmiyyətdə çətindir bu məsələlər. Allah zikri mühümdür. Allahı yad eləmək mühümdür. İndi nə bu mövzuda? Hər bir mövzuda. Kimdir səni orada görən? Məsələn, gedirsən, bu çox vaxt məsələn görürsən, sənətçilərdə olur belə bir şey. Ev təmir eləyəndir. Gedirsən, deyirsən, aynını alırsan, gətirsən, deyir, bu o deyil. Və nədir? Deyir, gedək, mən özüm alım. Aparım mağazinə, orada pul götürürək, fayda götürür. Və yaxud sən doğrudan da aldığın keyfiyyətli şeyi xarab eləyir ki, sağ görsədə ki, bu aldığın şey xarabdır. Burada kimdir? Bir özüdür, bir Allahdır. Mən bilmirəm ki, mən baş tapmıram ki. Deyir, orada deyir, Allahı gərək yad eləyəsən. Əlav bi zikrillah. Deyir, orada Allahı yad elə, Allah bir aramlıq qəlbə hopdurar ki, onun şirinliyini sən dilində dadarsan, qəlbində dadarsan. Onda aramdır da, insan deyirsən, İlahi, sənə görə oldu, sənə görə elədim. Özümü sənə həvalə eləmişəm, sən hər şeyə şahid və nazir. Əmir el-Mömininin bir gözəl hədisi var, buyurur, Mən əksərə min zikrillah, əhya Allah qəlbəhu. Hər kəs Allahı çox yad eləsə, hər kəs Allahla çox ünsiyyətdə olsa, əhya Allah qəlbəhu. Allah Teala onun qəlbini dirildər. Qəlb dirilər. Qəlb təravətli olar. Qəlb təravətli olsa, həyat gözəldir. Yaşamaq gözəldir. Bütün müsibətlər bilirsən ki, Allahdandır. Sən Allaha həvalə edirsən, desin, bəlkə bu imtihandır, imtihandırsa, sən istəyibsənsə gözəldir. İmam Hüseyin əleyhissalam Kərbalada dedi, İlahi, sən istəyibsən, nə gözəldir. İndi işim sarımır da, nə edeyim? Ya özümdəndir, ya səndəndir. Bəzi vaxtda bizim öz problemlərimiz olur, özümüz onu tənzimləyə bilmirik, atırıq Allah Taala'nın üstünə. Ki, İlahi, mənim yollarım niyə bu cür bağlandı? Bu dünya həyatı imtihandır, qalxırsan, düşürsən, qalxırsan, düşürsən. Bir hissəsi imtihandadır, bir hissəsi də sənin özünə bağlıdır. Sən gəlir özün cəhd eləyəsən. İndi də nəticə vermədi da, o Allahlıqdır. Peyğəmbərimizin gözəl bir hədisi var. Buyurur, Mən əta'allah fəqəd zəkərallah və in qallət salatuhu və siyamuhu və tilavətuhu. Nə gözəl hədisdir. Əziz Peyğəmbərimiz buyurur, hər kəs Allahdan itaət edə, Allah, Allahdan itaət edə, yəni onu yad eləyə, o Allahı yad eləyən zaman onun namazı, orucu və Quran oxuması biraz az ola. Allahı yad eləyə, yada sala, Allah həmişə bunun yadında ola, amma namazı, orucu, itaəti biraz az ola. Buyurur ki, bu gözəldir. وَمَنْ عَسَى اللّٰهِ فَقَدْ نَسِيَ اللّٰهِ وَاِنْ كَسُرَتْ صَلَاتُهُ وَصِيَامُهُ وَتِلَابَتُهُ لِلْقُرْآنِ. Hər kəs günah eləyə. Hər kəs günah eləyə. Günah eləyə. Yəni, günah nədir? Nisyan da Allahı zikr eləmir ki, Allahı yaddan çıxardır. Allahı zikr eləmir, Allahı yaddan çıxardır. Deyir, hər kəs nisyan eləyə. Allahı unuda. Amma Allahı əməldə unuda, namazı çox ola, Quran çox oxuya, oruç çox tuta. Amma bu tərəfdən Allahı da unuda. Deyir, heç onun mənası yoxdur. Yəni, Allahı yad eləmək əmərlə birlikdə olmalıdır. Nə bu mənada ki, bəzi insan var, mən təəccüb eləyirəm. Gecə namazı, daima gecə namazı qalır. Deyirlər, bu mindini adam başına papaq qoyur. Namaz çox. Qəza namazları qılır. Mən tanıyıram. Qəza namazları qılır.
Dəfələrlə o adamdan şikayət olunub ki, qardaşım bu mömindir, dəfələrlə mən qalmışam, Pərverdigara bunun haqqında biz nə qəzavət eləyək? Bu adamın gecə namazları qılır, oruçlar tutur, zürbəcürnəm nələr eləyir, amma əməldə insanlar bunun əlindən şikayətçidir. Bunu burada alladır, onu orada alladır, burada yalan danışır, orada yalan danışır. Bax, orada nisyan var, orada zikir. Zikir nədir? Zikir təkcə namaz deyil ki. Zikir budur ki, sən əməldə də Allaha zikr eləyəsən, orada Allahı yad eləyəsən. Yoxsa, əziz Peyğəmbərimiz buyurur, deyir, namaz var, oruc var, Quran tilavəti var, Allah yoxdur. Amma bu tərəfdən də deyir, bəzi insan var, onun namazı azdır, orucu azdır, Quran tilabəti azdır, amma zikri çoxdur. Yəni, günahdan özünü saxlaya bilir. Deyir, bu əfsəldir o kəsdən ki, onun orucu, namazı, tilabəti çox oluyor, amma əməldə, günahda qərarsız olar. Yəni, özünü buraxa. Zikir, əsas zikir odur ki, Allahı əməldə, dillə birlikdə Allahı əməldə də insan yad eləyə. Şeytan həmişə zikirdən insanları məyus eləyir. Bu misalda deyirəm, söhbətimi yekunlaşdırım. İnşallah növbəti xütbəmizi davam edərik. Salavat yad elə Muhammed və Ali Muhammedə. Həzrəti İsa əleyhissalam ibadətlə məşğul idi. Şeytana buna müsəllət oldu. Dedi ki, ey İsa, sən kimə ibadət edirsən? Sən özün elə bir Rəbbisən. Sən də atasız dünyaya gəlibsən. Sən də qundaqda bu cür danışıbsan. Sən özün bir Allahsan. Əl-əvzu bilmə. Həzrəti İsa'yı vəsvəsə elədi. Deyir, Həzrəti İsa ona baxdı, Allaha zikirdən onu özündən uzaqlaşdırdı. Dedi, Subhanallah, Allah pak və münəzzəhdir, mən onun bəndəsiyəm. Həzrəti İbrahimə yuxuda Allah Taala göstəriş verir ki, oğlun İsmaili apar, başını kəs. Bilirsiniz ki, dəfələrlə şeytan ona müsəllət olur. Qoymur bunu icra eləməyə. O ki, həclər gedirlər, Allah hər birinizə nəsib eləsin. Həc ziyarətində şeytanı 3 dənə yerdə daş vurursan, əməllərdəndir da, həccin əməllərindən böyük şeytan, orta şeytan, kiçik şeytan daş vurursan, hərəsinə 7 dənə daş vurursan. O bir simvolikdir ki, Həzrəti İbrahim şeytanı qovaladı. Görürsən, Allahı yad eləməkdən şeytan nədir? Güc eləyir ki, insan gəlir Allah yad eləmir. Dil zikri hasandır. Əlinə təsbih al, 100 dənə, 1000 dənə də zikr elə. Milyon dənə də zikr elə. Amma əməl zikri çox mühümdür. Zikr özü neçə hissiyə bölünür. Mən o zikrin hissələrini inşallah gələn xütbəmizdə Allahın izindən xidmətinizə çatdıracağım. Allah təbarək və Teala öz dediyimizə özümüz əməl eləməkdə Allah bizə tövfiq nəsib eləsin inşallah. Günaha düşəndən sonra istiğfar yox, günah bizə hücum eləyəndə istiğfarı Allah bizə nəsib eləsin. Çünki günaha bələnəndən sonra düzdür, istiğfar eləyirik, lazımdır, amma o ki, insan günahdan üzləşəndə istiğfar eləyir və ondan üz çevirir, onun dəyəri çoxdur. Bir o qədər insanın bəndəçilik vəziyyətini Allah yuxarı qaldırır. Və bu mühümdür. Allah Teala bizi daimən ona zikr eləyən bəndələrdən qərar versin. İmam Zaman əleyhissalamın zuhurunu təzil eləsin. Bu cüməmizi mübarək qərar versin. Allah aqibətimizi xeyirli eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu. Bismillahirrahmanirrahim. Vəl-əsr innəl insənə ləfī xusr illellezîne âmenû və amilus-sâlihat və tevâsav bil-haqqi və tevâsav bis-sabr. Sallu ala Muhammed və ali Muhammed.